Eci markalı paltaryanla bağlı Akiska Baraban proqramı necə seçilir və necə qoşulur onu göstərirəm. Diqqətlə axıra qədər baxın. Videoya heç olmasa bir dənə sağ oldan, çox sağ oldan yazın. Çünki bu videoları siz maariflənəsiniz deyə çəkirəm hamısını. Amma videoya baxan heç kəs görürəm ki, az miqdarda adam bir dənə sağ ol, heç olmasa videoya rəy yazar. Bir like atar, bir kayd edər ki, heç olmasa bizə faydalı oldu. Biz də buna bir kayddan, like-dan ataq ki, buna da bir faydası olsun. Bəlkə təmirə ehtiyacı olan insanların qabağına çıxsın. Onlar da həmin adama müraciət eləsin. Bu adam da bizə paltaryanla bağlı məlumatlar verir, sağ olsun. Amma bilmir ki, gələcəkdə öz paltaryanı xarab olanda ona da mən lazım olacağam. Ən azından bunu da bilin. Bütün paltaryan işlədənlər hamı bilməlidir ki, paltaryan əbədi deyil. Nə vaxtsa sıradan çıxacaq. Ona görə bizim səhifəni takibə almaq lazımdır. Qayd eləmək, saxlamaq, nömrəm səhifədə var. Gidib götürüb telefona yazmaq lazımdır ki, gələcəkdə sizə bir normal usta lazım olanda daha gedib orada burada axtarmayasam. Bu sözümü deyirəm, amma bəzən heç kim fikir vermir. Amma günlərin bir günü gələndə, yadlarına düşəndə bilir ki, belə bir səhifə var idi, ən azından yadına düşür. Akiska Baraban paltaryanda nə deməkdir? Bu özünü yuma proqramıdır. O dəfələri bir nəfər mənə müraciət edib ki, ay usta, Akiska Barabana qoydum, içinə feri atdım, şampun atdım, məsələn, digər vasitələr atdım, paltaryan ağzından qaytardı. Gözəl insanlar, Akiska Barabanı qoşmusunuzsa, paltaryanın içinə heç nə atmaq olmaz. Yəni, özünü yumalıdır. Əgər siz nəsə atıb yumaq istəyirsinizsə, bunun üçün qaynamaq, pambıq 90-95 dərəcədə olan proqramı seçməlisiniz. Əgər siz o proqramı seçərsinizsə, onda içinə nəsə atmalısınız. Akiska Baraban özünü yuma proqramını göstərirəm, diqqətlə baxın. Məsələn, paltaryanı yandırdınız, istəyirsiniz ki, özünün proqramını seçsin, yuma proqramı. Akiska, baxın, bu var, saxlayırsınız. Bu işarə gələndən sonra start verirsiniz. Bu özünü yuma proqramıdır. O işarə gəlmirsə, sizdə proqram yoxdur. O işarəni gözləmirsinizsə, deməli səhv qoyursunuz. O işarə çıxmazsa, deməli düz qoymamısınız. O həmin işarə yazı gələndən sonra start verirsiniz. Yəni bunu Akiska Baraban kompasını basılı saxlayırsınız, işarə gəlir, start verirsiniz. Qalan heç nəyə əl dəymirsiniz. Özünüzə yaxşı baxın, sağ olun. Nəzərinizə çatdırım ki, bu paltaryanda satışdadır, ikinci əldir, idealdır, heç bir problemi yoxdur. Kimə ideal ikinci əl, bahalı olsun, ucuz olsun, hər qiymətə var bizdə. Buyurun, nömrə səhifədə var, əlaqə saxlayın, təkliflərimizi eləyəyin, dəyərləndirin.